Salam uşaqlar, bugün sizinlə 2 mart və 9 marta düşmüş 11-ci sinif buraxılış imtahanlarını müqayisə edəcəyik. Təbələr 2 böyük hissəyə bölünüb. Kimisi 2 mart, kimisi isə 9 mart imtahanın asan düşdüyünü deyir. Gəlin hələ baxaq görək səviyyə cəhətdən hansı imtahan daha çətin olub, daha ağır olub. Buranı silim o zaman. Mən keçim. Misalları izah edeyim. Təbii ki, burada misallara baxarkən çalışacağım ki, eyni tip misallara təbii ki, baxaq, o cəhətdən müqayisə edək. Deməli, sol tərəfdəki 2 martdır, sağ tərəfdəki isə 9 mart. Yəni yenidir. Birinci olan köhnədir, belə desək. İkinci olan isə təzədir. Yəni 9 mart keçirilib. Birinci sual baxaq, 2 martda keçirilən birinci sualda deyir ifadəni sadələşdirin. 61-ci sual. Gəlin görək 9 martda bu ifadəyə uyğun hansı sual ola bilər? Məsəl üçün, etiraf eləyək, burada 9 martda vuruqlara ayırma sualı daha asan sualdır. Yəni, ən asan sual bu sualı təbii ki, hər iki imtahanda. Yəni, burada 5-in mötərizə xaricini çıxardırdıq. Qalırdı 5 çıxılsın A şəklində. Burada cavab D olur da. Təbii ki, bu ən asan sual idi. Hər iki buraxılışda keçirilən. Təbii ki, bilməyən üçün çətindir o heç. Başqa müxtəsər vurma düsturlarına aid düşünürəm ki, burada bir misal var idi. Onu daha çox, burada bax, hər iki sualda ifadəni sadələşdirin. İndi burada yəni desək, səviyyə cəhətdən 9 martda keçirilmiş imtahan daha çətin. Niyə? Çünki burada sən bilməlisən hansı düsturu. Bu A minus B kubunun açılışdır. Kub düsturunu bilməlisən. Sonra kvadrat düsturu bilməlisən. A çıxılsın B-nin kvadrat düsturu. Sonra burada mötərizə xaricini çıxartmalıdır. İndi o artıq bilməliyik. O sadədir. Amma sol tərəfdə isə A kvadrat çıxılsın B kvadratın açılışını bildinsə bəs eləyir. Yəni A çıxılsın B, A plus B-nin hansı müxtəsər vurma düsturunun açılışıdır, o sənə yetərli bəs eləyir. Yəni yetərlidir. İndi burada yəni belə desək 9 marta düşmüş sual daha çətindir, etiraf edək. Çünki burada sən 2 dənə müxtəsər vurma düsturu bilməlisən. Amma burada bir dənə müxtəsər vurma düsturu bilməyin bəs edir. Yəni burada artıq səviyyəcə 9 mart keçirilmiş sual, 9 martda düşmüş sual daha çətindir səviyyə cəhətdən. Keçək növbəti sualımıza baxaq görək. 2 martda belə bir çevriyə aid sual düşüb. Burada 9 mart imtahanına plus 1 əlavə elədik çətinlik baxımından. Burada çevrə ilə bağlı və yaxud da ona oxşar bir sual varmı? Baxaq hələ. Burada açıqlarda ola bilər çevrəyə aid sual. Məsələn, burada 82-ci sual deyir. ABC üçbucağının AB və AC tərəfləri mərkəzi O nöqtəsində olan çevrəyə uyğun olaraq K və C nöqtəsinə toxunur. Burada qövsü tap. Yəni, burada da hər ikisində yenə bucaq verilib. Amma yəni yenə həqiqətən etiraf eləsək, bu 2 marta düşmüş sual daha asandır. Amma 9 marta düşmüş sual biraz xüsusi qayda tələb eləyir. Yəni, burada ən azından biz bir radius çəkəndə burada bərabər tərəfli üç bucaq alınırdı. Yəni bütün bucaqlarda 60 dərəcə olduğu bilinir də. Və yaxud da bunu birləşdirirdik, düz bucaqlı üç bucaq olurdu. Yəni bucağı tapmaq asan olurdu. Amma burada artıq sən xüsusi olaraq qayda bilməlisən ki, A bucağınla bu KMC qövsünün dərəcə ölçüsünün cəmi 180 dərəcəyə bərabər. Yəni xüsusi qayda olaraq bilməlisən də. Yəni o qaydanı bilməsən artıq tapmaq çətindir. Təbii ki, burada başqa üsullarla tapmaq olar. Düz bucaqlı üç bucaq çəkib bucaqları da tapmaq olar və s. kimi. Amma yəni belə desək, yenə 9 mart imtahanına düşmüş suala 1 plus yenə əlavə edirik. Yəni 2-0-9 mart çətinliyinə görə qabaqdadır. Mən demirəm, yəni ümumən daha çətindir. Yəni yazmaq olar, çətin deyil o dərəcədə. Amma 2 martla müqayisə eləsək nisbətən çətindir. Keçək 63-cü suala. 2 martda görək 63-cü sualda nə var idi? Bərabərsizlik. Mən 9 martda da səhv eləmirəmsə bərabərsizlik sualı görmüşdüm. Hardaydı? Ona bir dənə tapaq. Harda idi? Bərabərsizlik. Burada belə bir müqayisə də var. Yəni o asan idi. Keçək görək hardadır o? İndi tapmayacaq həmin sualı. Bəlkə mənə elə gəl, belə bir sual yox idi. Yoxdur. Elə ona uyğun, o bərabərsizliyə uyğun biz burada hansı sual deyə bilərik? Yəni bərabərsizliyə uyğun əslində burada tənlik kimi verib. Burada ən böyük və ən kiçik qiymətini soruşur 9 martda. Təbii ki, burada asan olmaq cəhətdən təbii ki 9 mart asandır. 2 mart biraz daha çətindir. Çünki orada bərabərsizlik
Məsəl üçün tənlik şəklində verib. Burada bərabərsizlikdə isə ən böyük, ən kiçik qiymətini soruşur da. Burada -5, -5 idi. Səhv eləmirəmsə hasil 25 eləyir. Yəni burada 2 mart daha çətindir. Yəni əlimdən gəldiyi qədər sualları eyni tipdə götürməyə çalışıram. Eyni sualların müqayisəsini istəyirəm eyni mövzuya aid olsun. Ümid edirəm maksimum dərəcədə bir-birinə yaxın olanları götürürəm. Burada da yəni 2 mart olan daha çətin idi. 1 plus 2 marta yazdıq. 2-nin 1-ə hələ ki 9 mart qabaqdadır. Sonra burada belə bir trigonometrik tənlik var. Görək bizdə trigonometrik tənlik var idimi? Bəli, 76-cı sualda var. Görün bu hissələrdə yoxdur ki. Mən bilən yoxdur. Elə bir dənə 76-cı sualda var idi. Trigonometrik münasibət. Bəli. Bəli, yoxdur. Bir dənə var 76-cı sualda. Baxın, hər sualda bu 2 mart olandı. 2 mart. Burada isə 9 mart olandı. Der ifadəsini sadələşdirin. Birində tənlik kimi verilib, birində sadələşdirmə verilib. Yəni burada bir kosinus kvadrat x-i bir t ilə əvəz eləyirdik. Burada isə bu açılışları bilməliydik və kosinus kvadrat üstəcək sinus kvadratı belə desək nəyə bərabərdir? Təbii ki 1-ə bərabərdir kvadratlar cəmi. Burada məncə hansı çətin olar desəm, yəni birində qaydaları xüsusilə bilməlisən, birində də əvəz eləyib, yəni tənlik kimi yazmalısan. Məncə burada hər iki imtahanda orta olaraq götürürəm. Yəni hər iki imtahanda məncə səviyyə cəhətdən eynidir. İndi bilmirəm siz necə dəyərləndirərsiniz. Bəlkə də sizə 9 mart olan daha sadə gələr, 2 mart daha çətin gələr. Təbii ki bu yenə şagirdin bilməyindən asılıdır əvvəla. Amma yenə ümumi obyektiv olaraq baxsaq, yenə hər iki imtahanda nə etməlisən? Sən bu qaydaları bilməlisən. Bu qaydaları biləndən sonra artıq təbii ki rahat şəkildə yaza bilərsən. Yəni qayda etibarilə getsək, yəni hər iki imtahanda məncə 76 və 64-cü sual, yəni trigonometriya aid olan suallar məncə orta səviyyədə idi. Yəni bərabər olaraq qiymətləndirirəm. Keçək 65-ci suala görək. 65-ci sualda nə idi? Ehtimal sualı idi. Bəli, bax gör ehtimal sualı harda idi? Ehtimal sualı burada açıq suallar içərisində var idi. Səhv eləmirəmsə, başqa mən bilən yox idi. Yəni diqqətimdən yayınsa, yenə siz də şərhlərdə qeyd eləyin. Yenə öz fikirlərinizi təbii ki bölüşərsiniz, hansı çətin idi, hansı asan idi. Deməli 65-ci sualda belə bir ehtimal var və bir də 81-ci sualda. Bu 2 martdır, yenə qeyd eləyək. Bu da 9 mart. Buradan yazıram 9 mart. Sözdə elə yazıram, heç oxunmur. Sizcə hansı çətin olar? Mənə görə çətin olan 9 mart məncə daha çətin idi. Niyə? Səbəbi odur ki, burada şərt İlk öncə daha uzundur və qarışıq şəkildədir. Yəni adam ilk dəfə oxuyanda təmiz beyin qarışır da, istər-istəməz hələ imtahan heyecanı, yəni imtahanda olan, yəni orada iştirak edən bir adam tərəfindən oxunanda ekstra heyecan gəlir də, istər-istəməz bu baş verir. Nə qədər də heyecanlanmasan da, nə qədər bu baş verməsə də bu olur. Bu hər kəsin başına gəlir. Yəni təbii ki bəlkə də kiminsə heç başına gəlmir o heyecanlanma hissi. Amma bu şərti oxuyan imtahanda oxuyan şagird şəxs, yəni daha çox heyecanlanar, nəinki bu 65-ci sualı oxuyan. Yəni burada sən kombinizon daha asanla hesablayıb tapırsan, yəni daha asan həlli görsən, amma burada sən ilk öncə o sayları tapmalısan. Sayları tapandan sonra kombinizona keçməlisən. Yəni burada 20 azınlıq, 10 azınlıq və 5 azınlıq o kuponların sayını tapandan sonra sən keçməlisən. Düzdür, yəni açıq sualda etiraf eləyək, amma yenə ehtimala baxanda, yəni 9 mart yenə 1 plus qazanır çətinlik baxımından. Yəni yenə 3-ün 1-ə nisbətindədir, səhv eləmirəmsə. Sonra keçək 66-cı sual. Burada belə bir kökaltı ifadə var. Görək bizdə hansı sualla oxşardı? Kökaltında ifadəmiz varmı ümumiyyətlə? Yəni burada bəli, kök altında ifadə 64 və mən 63-ü də aid eləyərdim. Çünki burada irrasional ədəd yenə kök altındadır da. Burada yenə deyir ki, irrasional ədədlər seçin. Burada təbii ki, irrasional ədədlər pi-dir. Yəni, dövrü olmayan sonsuz dövrü onluq kəsirlər pi-dir, kök altda 3-dür. Yəni, kök altda ifadələr. Təbii ki, burada kök altda 9 olmayacaq. Çünki ondan tam qiymət çıxır. Sonra kök altında 2-dir və kök altında 5-dir. Burada var. Yəni, bu ifadələr nədir? İrrasionaldır. Yəni, kök altı ifadəyə baxanda təbii ki, burada nəinki kök altda 19 hansı ədədlər arasında yerləşir.
onu tapmaqdansa 63 daha çətin bir versiyadadır və burada gəlsək yenə dediyim kimi 64-cü sualda 66 ilə müqayisə eləsək bu 2 martdır, bu 9 martdır. Yəni burada yenə müxtəsər vurma düsturuna gəlirik a kvadratı minus b kvadratı açılışında. Amma yenə baxsaq kök altında ifadə hansında daha gəlizdir, yenə 64-cü sualı deyə bilərik. Çünki burada şagird bunun açılışını bilməlidir. Müxtəsər vurma düsturu şəklindədir. Yəni 9 mart yenə çətinlik baxımından öhdəliyir hər iki sualda. Yəni yenə deyirəm, maksimum əlimdən gəldiyi qədər sualları bir-birinə yaxın götürməyə çalışıram. Təbii ki, burada demək olar ki, sual tipləri cəhətdən tamamilə fərqlənir. Bəziləri düzdür, oxşardır, amma suallar bir-birinə tamamilə fərqlənirlər. Mən də bacardığım qədər eyni götürməyə çalışıram. Sonra bizdə gəlir 66-nı dedik. Deyəsən 4-1 yoxsa 5-1 mi? 9 mart keçirilən imtahan çətinlik baxımından öndədir hələ ki. Yəni nisbətən çətindir 2 martdan müqayisədə. Deməli belə bir sual var 67-ci sualda. Deyir ki, müstəvi üzərində bunu bilirsiniz ən yaxşı hansı sualla qarşılaşdıraq? Burada belə bir sual var idi. Bir dəqiqə deyəcəm. Aha, baxmaq bu sualla qarşılaşdırıb müqayisə eləmək olar. Burada da yəni müstəviyə aid bir sualdır. Müstəvidən söhbət gedir və onun xaricində bir nöqtə götürülüb. Burada da iki müstəvi neyiniyib? Kəsişdirib. Şərtdə də deyir ki, iki müstəvini kəsişdiririk. Hər iki sualda yəni müstəvilərdən söhbət gedir. Yəni fəziyə aid sualdır. İlkin anlayışlardandır. Burada nöqtə hansı məsafədədir, o məsafəni tapmaq lazım idi. Yenə baxsaq burada hansı daha çətin olar sizcə? Məncə olar. Nisbətən əsasən bərabər götürmək olar. Amma nisbətən yenə 9 martda keçirilən sualı nisbətən çətin götürmək olar. Yəni iki sualın səviyyə baxımından. Niyə? Çünki burada uşaqlar şəkil verilməyib. Yəni həndəsədə də şəkil çəkmək çox önəmlidir həqiqətən. Buradakı uşaq bu şəkli çəkə bilərmi, çəkə bilməzmi? Amma 2 martda olan sualda gördüyünüz kimi şəkil hazır şəkildə verilib. 30 dərəcəli bucaq qarşısındakı kateter pedonuzun yarısı, onun uşaq bilməlidir. Yəni onu belə desək dillər əzbəri olan bir qaydadır. Həm şəkil verib, həm qiymətlər açıq-aydın verilib, nöqtələr verilib, adlandırılıb. Məncə yenə 9 mart imtahanına düşən sual nisbətən çətindir. Bəlkə də yorumlarda məni qınayasınız, deyəsiniz ki, 2 mart daha çətindir. İndi bilmirəm, təbii ki, hərənin öz fikri var. Yenə mən bir müəllim olaraq obyektiv çalışıram ki, fikir bildirim. Bəlkə də mənlə razı olanlar da olacaq, bəlkə də olmayanlar da olacaq. Sonra deyir, 2 ədədin cəmi 137, fərqi 19 olursa bu ədədlərdən böyüyün tapın. Təbii ki, bu asan sual idi. Buna uyğun olaraq hansı sualı götürmək olar? Bir dənə baxaq. Burada bu asan sual. Təbii ki, burada ona uyğun bir nümunə tam olaraq çəkə bilmərik. Məsələn 65%-ə aiddir. Bəlkə də olar hansınsa siz aid eləyərsiniz, amma xüsusən bu tipdə yoxdur da. Yəni cəm fərqə aid, yəni ilkin anlayışlara aid. Burada əslində belə desək, belə götürə bilərik də x plus y bərabər 137, x minus y bərabər 19. Burada sistem tənlik kimi düşünsək əgər sualda, bizdə sistem tənliklə olan mən bilən bir dənə sualımız var idi ki, o da hansı idi? Açıqda idi, mən səhv eləmirəmsə bu sual. Aha, bax burada bu sualla məncə müqayisə eləmək olar. Çünki burada biz y plus bir dəqiqə buranı y plus 3x bərabər eləyirdi 21-ə. Bir də 2y plus x-i bərabər eləyirdi 17. Burada da sistem tənlik kimi hər tərəf mənfi vurub, nə bilim, hesablayırdıq. Yəni indi burada Allah tərəf danışsaq, hansı sistem tənlik daha çətindir? Yenə bir-birinlə müqayisədə. Təbii ki, hər ikisində tapa bilərik cavabı. Yenə 9 mart 2 martı qabaqlayır. Yəni burada anlayıram uşaqlar. Bəlkə də yorumlarda yaza bilərsiniz ki, müəllim 84-cü sual açıq sualdır, 68 qapalı sualdır, asandır. Amma yəni sual etibarilə açıq qapalı olmağından fərqi asılı olmayaraq. Yenə 84-cü sual biraz ağırlıq təşkil eləyir. 9 marta 1 plus yenə əlavə elədik. 9 marta nəsə qırğın suallar düşüb. 69-cu sual. Radiusu 3 metr olan kürə haqqında, həcm haqqında burada 9 marta belə bir sual düşüb. Məncə onu müqayisə etsək daha yaxşı olar. Baxın, bax burada da həcmə aiddir və hər ikisində də kürədən söhbət gedir. Yəni belə deyək də. Yəni yenə dediyim kimi suallar əslində fərqlidir, amma ümumən bir-birinə yaxın olan sualları müqayisə edirik. Belə desək, radiusu 3 kürə həcmi soruşur. Konkret sən düsturu bilməlisən burada.
yəni 2 marta düşəndə, 9 marta düşəndə isə, yəni oxşarlıq əmsalı K-nı bilməlisən. Yəni bizdə hər iki halda sən düsturu bilməlisən. Məncə hansı daha çətin kimi götürərik? Belə baxsaq, məsəl üçün uşaqlar məsələn konkret düsturu bilib yazsa, 2 mart daha asandır. Yox, uşaqlar oxşarlıq əmsalını bilməsələr, yəni burada oxşarlıq əmsalı K27-də həcmlərin nisbəti olanda nə olurdu? K-nın kubu olurdu. Sahələrin nisbəti olanda K-nın kvadratı olurdu. Yəni birinci K-nı tapıb sonra kvadratı yüksəldirdik də. Belə götürsək məncə yəni yenə dediyim kimi burada artıq seçim tam eləyə bilmirəm. Yəni məncə demək olar ki eyni səviyyədədir. Yəni hər iki halda sən qaydanı bilməlisən burada. Amma məncə 67-ci sual, yəni 9 mart sualı asandır. Nəinki 69-cu 2 marta düşmüş sualdan. Məncə 2 mart sualı burada biraz daha çətindir. Yəni burada 9 martı uşaqlar çətin deyə bilər. Nə baxımdan? Bu qaydanı bilməz. Yəni bu qayda biraz biz öyrənmişik sahəni, amma burada həcmdə düşdüyü üçün orada kub anlayışı ola bilər uşaqların yadından çıxsın. Daha az işlənən ifadədir belə desək oxşarlıq əmsalı. Yəni o baxımdan ola bilər ki 2 marta düşən sualı düsturu uşaq əzbərləyib yaza bilsin, amma burada oxşarlıq əmsalını bilmədiyi üçün sualı saxlamış olsun. Ona görə 2 marta düşən sualı daha çətin qəbul eləyə bilərik. Yenə təbii ki 9 mart imtahanına düşən çətin suallar daha çox çoxluq təşkil edir. Yəni belə bir nisbət götürüb faiz nisbət tənasüb mövzusundan yola düşsək, hansı sualı götürərik? Burada faizə aid belə bir sual var idi. Bir dənə baxım görün, başqa faizə aid nəsə sual yoxdur ki. Burada 74-cü sualda var idi, faizə aid. Burada da indi nisbətdir, faiz nisbət tənasüb mövzusundan gedirik təbii ki burada. Yenə burada təbii ki sadə bir 2 marta bura yazaq. 2 mart, bu da 9 mart olan sualdır. Təbii ki 9 mart olan sualı faizə aid sualdır. Burada sadə tənasüb sualdır. Kənar hədələrin hasili orta hədələrin hasilidir. Burada artıq sən faizi tapmalısan. Birini məsələn x götürüb onu o birisini 0,8 x götürə bilərsən və cəmi 180 eləməlidir. Bu 74-cü sual, yəni 70-ə nəzərən, 2 marta nəzərən daha ağırdır. Bir də burada faiz var idi. Hani o sual. Bu sualı artıq belə desək, məsələn 65-ci sualla 70-ci sual, yəni 9 mart sualından 2 mart sualı artıq bunlar eynidir. Niyə? Burada sadə tənasüb sualıdır. Burada da sadə faiz sualıdır. Sən 80-nin artıq 20%-ni tapmalısan. Sadəcə burada indi biraz məsələ şəklində verib. Yəni bu da o qədər ağır bir məsələ deyil də, sadə bir məsələdir. Yəni sən 80 burada 20%-ni tapmalısan. Ədədin faizini tapa bilməlisən. Məncə bu 65-ci sualla 70-ci sual belə desək, eyni səviyyədə olan suallardır. Amma bayaq göstərdiyim test isə faizə aid olan sual bucaqlarda o nisbətən çətin idi. Keçək silsiləyə. Elə yanaşı gəldi silsilə, nə gözəl. Yəni burada açıq-aşkar ortadadır uşaqlar, yəni etiraf eləyək. 66-cı sual, yəni çətin deyil. 71 də çətin deyil. Amma bir-biri ilə müqayisə eləsək, 66-cı sualda silsilə sualı daha çətin. Niyə? Çünki biz birinci bilməliyik ki, burada kənar hədləri toplayıb 2-yə böləndə ortadakı həd eləyir, ədədi silsilədə təbii ki, və burada ekstradan bir modul da verib. Sən artıq bu modulu 2 dəfə həll eləməlisən. Orada da 2 cavab çıxırdı. Deyərsən səhv eləmirəmsə 1-5 idi, yoxsa neçə idi? Dəqiq yadımda deyil. Artıq ekstradan hesablamalısan deyə. 71-ci suala gəldiksə 5-ci hədd istəyir. Yəni 5-ci həddi aparıb n-in yerinə qoyursan olur 3 dəfə 5 çıxılsın 1. Tabi bunu hesablamaqla bunu hesablamaq arasında dağlar qədər fərq var da. Etiraf eləyək ki, burada yenə 9 mart imtahanı daha çətindir. Bura yenə 1 plus əlavə eləyirik. Təbii ki, buraları dedik, bərabərsizliyi dedik. Sonra vektorlarla paralel köçürməni eyni mövzu olaraq götürə bilərəm. Burada çünki hər biri demək olar ki, eyni mövzu daxilindədir. Koordinatlar, vektorlar. Burada skalyar hasildir. Məncə burada yenə hər iki imtahanda istər 2 mart, istər 9 mart. Yəni burada nöqtələri koordinatını aparıb yerinə qoyub hesablayırsan. Yəni -3-ün üstünə 4 gəlirsən, 2 ilə 1-i toplayırsan da. Burada da bir-birinə vurub toplayırsan. Yəni skalyar hasil uyğun elementlər bir-birinə vurub toplamaq idi. Məncə burada yenə səviyyə cəhətdən eynidir. Suallar. Ağırlıq baxımından belə deyək də. Sonra kompleks ədədim var 73-də. Məndə kompleks ədədi var. Harda? Görək kompleks ədəd hardaydı?
Deyək ki, qoşma kompleks ədədləri olsa x, y həqiqi ədədlərin cəmini tapın. Yəni belə deyək də, hər ikisində qoşma ədədlərdir. Sadəcə birində verib birində qoşmasını soruşur. Birində də hər ikisində qoşmadır, o xəyali hissə ilə həqiqi hissəni soruşur. Yəni etiraf eləyək, gözlə görsənir ki, 73-cü sual, yəni 2 mart sualı daha asandır da, nəinki 9 mart sualı. Sən burada i üstü 5-i bilməlisən, i üstü 35-i bilməlisən, yəni onları sadələşdirməlisən ki, ondan sonra yekun qərar verəsən. Burada da təbii ki, 4-ə bölürdük də, hər 4 şeydən bir təkrarlanırdı. 5-i 4-ə böləndə qüvvəti. Düşürdü elə i-nin özü. Sonra 35-i 4-ə böləndə daha doğrusu i kubu eləyirdi. Bu da mənfi i kimi götürdük deyəsən. Deyəsən yox, təbii ki, elədi. Yəni bunu hesablayıb gətirib misalın şərtində yerinə yazıb yenidən ifadələri bir-birinə bərabərləşdirmək artıq məncə burada qoşması bir plusunu götürürük də D variantı olur. Asan bir şey, şifahi bir sual. Amma 75-ci sualda isə biraz daha sualın üstündə işləmək lazımdır, qaydanı bilmək lazımdır və tətbiq eləmək lazımdır, vaxt aparır belə desək. Yenə 9 mart sualına, imtahanına 1 plus yenə ağırlıq cəhətdən əlavə eləyirik. Sonra loqaritman var. Mənim yenə loqaritman var idi burada. Hardaydı bilmirəm. Hardaydı o sual? Yoxsa yox idi? Hə, budura var. Necə yoxdur? Var. Burada müqayisə eləsək hansı çətindir? Burada belə deyək, yəni səviyyə cəhətdən çox da bir-birindən fərqlənmir. Amma uşaqlara hansı çətin gələ bilər? Məncə 74-cü sual daha çətin gələ bilər. Yəni 2 mart sualı. Bu da 9 martdır. İndi burada belə deyək. Niyə? Çünki uşaqlar, çünki ilk dəfə bunu belə görəndə, nə bilim, kök altında ifadə, kub var, nə bilim, 5-ci dərəcə var, qüvvəti var 2-ci dərəcədə, nə bilim, kvadrat var yəni. Burada 10 əsaslanıq deyə hər birini elə qüvvəti çıxırdı. Orada toplayanda bilmirəm 3 eləyirdi, 2 eləyirdi. 5-də 2 ilə 5-də 3-ü toplayırdıq, 1 eləyirdi. 3-də 2 ilə də 3-də 1 toplayırdıq, yəni 2 eləyirdi. 1 eləyirdi. Onları da toplayanda yekunda 2 eləyirdi deyəsən. Burada da yəni açılış da müxtəsər vurma düsturunun açılışıdır. Yəni burada artıq bu sualı o qədər görmüşük ki, sınaq daxilində də, istər olsun dimin toplusunda da o qədər var ki, a kvadratı minus b kvadratına aid. Həmişə uşaqlara deyirəm ki, bu ifadəni öyrənin, a kvadrat çıxılsın b kvadratın. Yəni bu hər zaman sizinlədir da, a çıxıq b, a plus b. Bunu tətbiq eləsək, burada 24-dən ixtisar gedir. Burada loqaritma 2-dən 4 qalır. Burada birbaşa cavab elə 2 çıxırdı. Məncə 72-ci sual yenə səviyyə cəhətdən məncə çox da fərqlənmir. Mən fərq qoymuram. Amma 72-ci sual psixoloji cəhətdən, mental cəhətdən məncə daha asan gələr uşaqlara. Sonra yan səthin sahəsi verib prizmaya aid bir sualdır. Burada da prizmaya aid bir sualımız var. Açıq sualdır hər ikisi. Deməli, burada yan səthin sahəsi verilib. Burada birbaşa təbii ki, S bərabərdir. 2/1 P oturacaq vurulsun H apofem olan düsturdur. Yoxsa perimetrini soruşur. Hündürlüyü 6 olan düz prizma. Yox, bir dəqiqə uşaqlar. Burada artıq 2/1 olmayacaq. Elə oturacağın perimetrini vururduq. Orada hündürlüyə prizmadan söhbət gedir. Piramidanı gördüm, qarışdırdım. Burada olacaq S bərabərdir. 2/1 P oturacaq vurulsun H apofem düsturu. Burada yenə biri piramidadır, biri prizmadır. Mən burada sualları izah eləyəndə bir uşaq demişdi ki, müəllim, yenə prizmadan sual düşə bilərmi? Dedim ki, prizmadan artıq düşübsə fərqli bir fəza fiquru düşə bilər. Həqiqətən gətirib burada piramida salıblar. Yenə ağırlıq baxımından birbaşa burada düsturda çıxırsa, burada əlavə bir işləmələr aparmaq lazımdır. 83-cü sualda, yəni 360-dan 100 çıxmalısan. Təbii ki, burada imtahanda artıq onu düşünməlisən, çıxmalısan. Sonra bu ifadəyə, düstura bərabər eləməlisən, qiymətlərini yerinə yazmalısan. Amma burada elə birbaşa düsturda qiyməti yazanda 72-ni 6-ya bölürdük. Səhv eləmirəmsə elə burada cavab 12 çıxırdı. Yəni yenə ağırlıq baxımından nisbətən yenə 9 mart 1 plus qazandırır özünə. Burada yenə müxtəsər vurma düsturudur. Yəni bunu elə əvvəlki suallarla yəni eləmək olar, müqayisə eləmək olar. Burada var idi deyəsən, yoxsa yox idi. Məsələn, burada loqaritmanın içində artıq müxtəsər düstur var. Burada müxtəsər vurma düsturu ilə o ifadənin xüsusilə onun oxşarı yoxdur. Amma hansını demək olar? Burada ifadəni sadələşdirin, bəlkə bununla biraz oxşatmaq olar. Təbii ki, amma yenə fərqli suallardır. Belə bir üslub tənliyim var. Üslub tənlik buradadır. Bu 2 martdır, bu 9 martdır. İndi burada belə desək, hansı
daha ağırdır sual baxımından. Məncə 2 mart daha ağır ola bilər. Çünki burada hər birini ayrı-ayrı kəsirlərdə, daha doğrusu qüvvətlərini ayrı-ayrı yazıb, sonra yenidən 6 üstü x-a vurub tapırdıq. Amma burada məsələn 5 üstü x plus 1-i 5 üstü x vurulsun 5 kimi yazıb 5x-i çıxarsaq, məncə həlli daha tez görsənirdi. Nəinki 77-ci sualda, 2 marta düşmüş sualda. Artıq burada ağırlıq məncə 2 mart sualında olmalı idi. Burada sadə tənlik kimi elə həll eləmək olar. Təbii ki, yenə həllini görənlər üçün daha asan olacaq. Sonra trigonometrik sualdan, ilkin anlayışlardan belə bir sualımız var. Bizdə ona aid sual hansı olar? Təbii ki, bir dənə trigonometrikə aid belə bir sual var. Ondan başqa bilmirəm, var idi mi bizdə? Məncə yox idi. Elə bir dənə trigonometriyə aid bu idi. Başqa yox idi. Hə, yoxdur. Başqa yoxdur. Trigonometriyə aid başqa yoxdur. Elə bir dənə o sual idi. Burada da yenə sadə sualdır. Yəni bunu həll eləmək olar. Sadəcə burada sən çevirmə düsturunu bilməlisən. Sinus 231-də qalan sinus 30-un qiyməti, tangens 45-in qiyməti də artıq bilməlisən də 11-ci sinifdə oxuyan bir tələbə onları bilməlidir. Sonra daha sürətlə müqayisə eləyək, vaxtımız çox getməsin. Məsələn elə bu parabolalar gəlin elə müqayisə eləyək, qoy canımız bunlardan qutarsın. Yenə burada hər iki funksiyanın deyil qrafika ordinat başlanğıcı nəzərən simmetrik olan, burada da yenə simmetrikdir. Sadəcə apsis oxuna, koordinat başlanğıca və ordinat oxuna. Yəni burada artıq sən təpə nöqtəsini tapıb, birinci təpə nöqtəsini tapmalısan, sonra hər 3 simmetrik çevrilməni bilməlisən. Yəni biri nöqtənin təqribən burada olur, biri burada olur, biri də burada olurdu. Səhv etmirəmsə, belə bir dördbucaqlı alınırdı burada. Burada isə yenə məsafəni tapmaq lazım. Birində yenə hər ikisində təbii ki, məsafənin tapılmasıdır. Birində perimetrdir, birində AB ilə CD məsafəsindən söhbət gedir. Bu məsafədən söhbət gedir. Hansı çətin olar? Məncə 9 marta düşmüş sual bəlkə də biraz ağırlıq təşkil eləyə. Yəni bunun səbəbi nədir? Burada çünki bir simmetrik nöqtəni tapmalısan, amma burada artıq sən 4 qaydanın 4-ünü də bilməlisən. Ordinat oxuna, apsis oxuna və koordinat başlanğıcına. Yəni burada artıq sən o 3 çevrilməni, orada simmetrik çevrilmələrdə 6-7 belə çevrilmə var idi. Ordinat oxuna, apsis oxuna, nə bilim koordinat başlanğıcına 90 dərəcə çevirmə, sonra nöqtəyə nəzərən çevirmə, yəni simmetrik olan nöqtəni tapmaq və s. Orada 6-7 idi. Yəni burada artıq sən o üçünü bilməlisən. Amma burada birini bilməyin kifayət eləyir. Təkcə koordinat başlanğıcına nəzərən. Və burada CD məsafəsini tapmaq təbii ki, burada nə idisə, orada da əksi olur da. Elə bir DC-nin əksi olurdu koordinat baxımından. Yəni burada 9 mart nisbətən yenə çətin şəkildə götürə bilərik. Sonra demək olar ki, sualların əksəriyyətini artıq biz həll elədik demək, müqayisə elədik. Yəni burada yenə belə desək 9 mart daha ağırlıq təşkil eləyir. Yəni burada məsələn 79-cu sualla burada bu sualı müqayisə eləmək olar. Baxın, bir məktəbdə bütün müəllim kollektivi, nə bilim, hər ikisi Şuşaya gedir. Hər ikisi 2 şəhərə gedir, 4də 1 Şuşaya falan. Bunları bəlkə də müqayisə eləmək olar məsələ cəhətdən. Yəni burada yenə məncə burada hər ikisinin arasında fərq qoymaq olmaz təbii ki. Bu biraz da çoxluğa aid sualdır, etiraf eləyək. Yenə orta sualda hər ikisi səviyyə cəhətdən məncə eynidir. Yəni burada o qədər, çünki hər ikisi də düşündürücüdür, hər ikisinə tənlik qurmalısan, məncə o qədər də fərq yoxdur. Sonra başqa elə belə desək müqayisə olunan sual məncə qalmadı. Yəni müqayisə belə, yenə yekunda nəticə olaraq nə deyə bilərik? Nəticə olaraq deyə bilərik ki, 9 mart keçirilən imtahan nisbətən çətin idi. 2 mart da nisbətən asan idi. 9 marta nəzərən. Amma yenə hər iki imtahanı yazmaq olardı məncə. Sualları belə müqayisə elədik. İndi maraqlı olsa yenə baxarsınız. Şərh bölməsində qeyd eləyin, düzlərinizi də qeyd eləyin. Sizin fikrinizcə hansı imtahan daha çətindir, onu da qeyd eləyin. Əlimdən gəldiyi qədər yenə ola bilər deyə bilərsiniz ki, ay müəllim, haqsız şeylədiz. Sualların biri başqa cür idi, biri. Təbii ki, burada suallar eyni tipli, əlimdən gəldiyi qədər eyni tipli götürdüm ki, yəni bu səviyyəni müqayisə eləyə bilək. Əlimdən gəldiyi qədər yenə deyirəm. Bəlkə də nə qədər bacardım, bacaramadım bilmirəm. Yenə şərhlərdə qeyd eləyin. Belə 9 mart imtahanı məncə nisbətən çətin idi, 2 mart imtahanı nisbətən asan idi. Belə 6 aprelə hansı tipdə düşəcək? 6 aprelə uşaqlar belə deyək, arxayın olmayaq.
Yəni güclü hazırlaşmaq lazımdır. Yenə deyirəm, burada yenə çətin düşməyəcək. Yəni o qədər şişirdilmiş, yəni 9 martda o qədər şişirdilmiş çətin deyil. 2 marta nisbətən çətindir. Baxın burada yazmışam, nisbətən çətindir. 6 apreldə isə bunlara baxanda biraz da çətin düşə bilər, asan da düşə bilər, amma məncə biraz orta düşəcək də. Məsələn 9 mart imtahanı kimi məncə düşəcək. Yenə də nə qədər çox çalışsanız o qədər yaxşıdır. Yəni arxayın olmaq olmaz, yəni təslim olmaq olmaz. 9 mart imtahanına düşə biləcək tipdə suallar düşəcək məncə, nəinki 2 mart. Yəni ola bilsin asan düşsün. Təbii ki, mən ekstrasens deyiləm, əvvəlcədən deyim, amma yenə də dediyim kimi mənim fikrimdə 9 marta düşə biləcək tipdə suallar düşəcək 6 apreldə və yaxud da bəlkə də biraz çətin də ola bilər. Çünki bu artıq əvvəlki illərin buraxılışları üçündür deyə o cəhətdən çətin ola bilər. Yaxşı, bugünlük bu qədər. Ümid edirəm video xoşunuza gəldi, sonuna qədər izlədiniz. Fikir və rəy yazmağı unutmayın. Sağ olun, özünüzə yaxşı baxın. Yenə bundan sonra 9-cu sinif sualları da, buraxılışa aid suallar da gələcək. İzləmədə qalın.